Salam Hacı. Salam Murat, salam. Necəsən? Nə var, nə yox? Sağ ol. Hoş gəlmişsən bizim gözəl yeni evimizə. Buyur, çək, təqdim elə evi. Birinci hərcini çəkir sonra. Salam, salam. Hacı neçə sotdadır? 3 sotda 4 otaq evdir. Kuxuna mebelnə qədər içindədir. 129 minə. Masazırda bu qiymətə bu sotda ev yoxdur hal-hazırda. Yeni Bakının arxasında yerləşir. Keç evlə mənə çəkməyi, evi həyəti bazanı çək. Mənim evimi çəkirsən. Həyəti bazanı çək, evi çək. Maraqlı dizaynı var Hacı. Əlbəttə ki, qardaşım. Təqdimatını elə görə nəsə göstərəcək. O terasıdır burada, bax qəşəng terası var. Stol qoy, otur orada. Çay bir, səhər. Elə bil ki, burada yaşayırsan. Səhər açılır, sakitçilik. Həyətimə 2 maşın, 3 maşın daxil olur. Həyətin qabağı, gül ağa dəkməyə yerləri. Evin içi geniş, işıqlı. Bu işıqları yandırım da mən buranı. Gəlmişsin qardaş. Qoy bir dənə terasını göstərdim sonra. Terasını göstər, terasdan mətbəxə kod var. Buradan qonaq otağımız var, belə bir açıq studiya şəklində qonaq otağımız var, müasir dizaynlı. Evin bir çox yeri istiq olmadan təchiz olunur. Xulon evi, bəli, xulon geniş, mebeli qəşəng yığılır. Membrandandır. Membrandır, yox, MDF olmalı. Qəşəng səhiyyə tutmamız var. İstip oldu, koridor, mətbəx istip oldu. Üç tane de yatak otağımız var. $129.000 manat. Sənəti nədir Hacı? Paket kursa, ev, torpaq, paket kursa qardaşım. Ev alanın üstünə hədiyyə nə verirlər? Ev alma üstündə maşın hədiyyə, paltaryon maşın. Allah xeyir versin. Endirim olacaq yoxsa yox? İnşallah olacaq, sağ olun olsun. Allah alana da satana da xeyir versin. Sağ ol, çox sağ ol, öpürəm var ol.